Salam dostlar. Bugün LeetCode-da üçüncü sualımız böyük şəhərlər sualını izah edəcək. Bu da çox sadə bir sorğudur. Keçək. Deməli, bu bizim Word cədvəlimizdir və sütunları yazılıbdır. Name, Continent, Area, Population, GDP. Aha, bizdən nə istəyir? Baxaq. Deməli, deyir, ərazisi 3 milyondan çox olsun və ya ərazisi, yox, daha doğrusu əhalisi 25 milyondan çox olsun. Okey, burada or sözünü gördünüz. Deməli, biz or sözünü görən kimi ağlımızda where-dən sonrakı yazacağımız hissə ağla gəlməlidir. Çünki or, yəni burada və ya əməli varsa və ya yazacaq. Baxaq cədvəlimizə, Word cədvəli, çıxışlar. Okey, yazaq. Select. Mən bunları buradan belə götürüb ortadakı xəttləri siləcəm. Siz də belə edə bilərsiniz. Tək-tək də yaza bilərsiniz. Heç bir fərqi yoxdur bunun. Bu çox cədvəl olanda sərf eləyir. Məsələn, bəzən 5-6 cədvəl olanda daha sərf eləyir. Burada məsələn azdır. From cədvəlimizin adı world-dur. Okay, yazaq. World. Aha. Keçdik şərt hissəsinə. Şərt. Deməli bizdən nə istədi? Ərazisi 3 milyondan ərazi. Ərazini buradan götürək ki, ad səhv olmasın. Böyükdür. Deməli neçədən? Buradan ədədi buradan götürün ki, bəzən olur da 1-0 az yazırıq və ya çox yazırıq. Demək, or bayaq demişdim, or yazmalı. Çünki deyir ya ərazisi 3 milyondan böyük olsun, ya da əhalisi 25 milyondan. Aha, or, deməli, buradan population-a götürək. Okey, böyükdür. İndi mən əvvəlcədən deyim ki, burada bir run eləyəndə işləyəcək, amma submit eləyəndə nəsə səhv verəcək. Qoy edək, sonra göstərim sizə nədir səhv. Bir riyazi əməl temasıdır. Baxın, burada görürsünüz ki, aktivdir, təsdiqlənib, amma submit eləyəndə səhv verəcək. Gördünüz, wrong answer gəldi, yəni səhv cavab. Deməli, niyə səhv cavab gəldi? Çünki burada deyir ki, ən azı 3 milyondan böyük olsun. Ən azı 3 milyon. Yəni burada 300 milyona, 3 milyona bərabər də ola bilər. Yəni bərabərlik şərti də var. Məsələn, deyirik, x 5-dən kiçik deyildir. X böyükdür 5 yazmırıq ki, x böyükdür bərabərdir 5. Yəni x 5-ə də bərabərdir, 5-dən böyük də ola bilər. Başa düşdünüz nə demək istəyirəm? Bunların hər ikisinə böyükdür bərabərdir yazıb, yenidən submit eləyəndə işləyəcək. Belə kiçik səhvlər olur, yəni bu problem deyil. Run eləyib sonra görə bilərsiniz. Daha doğrusu submit eləyib görə bilərsiniz. Aha, işlədi. Buradan da yenə, yəni bunun olsa başqa bir yolu inanmıram olsun. Yəni buradan baxmaq olar bəzi həllərə. Bu qədər dostlar. Təşəkkür edirəm izlədiyiniz üçün.